Aşir bürcləri egolu insandı. Qısqanc dedik. Qırıb dağıdandı demədik. Sevib sahiblənən dedik. Məhv edib yarı yolda qoyan da demədik. Siz səhv anladınız. Ağır təbiətli xasiyyətini tamamən səhv anladınız. Öz istədiyiniz kimi, öz çıxarınız kimi qəbul etdiniz. Amma kimsə şir bürcünə nə istəyirsən demədi. Kimsə nəyə ehtiyacın var demədi. Ancaq bir söz dediniz. Qırıb dağıdan, ağır təbiətli, qısqanc, onunla olmaz. Siz şirin digər tərəfini görmədiniz. Buna izin belə vermədiniz. Bir şir bürcü həyatında varsa, səninlə əylənər də, deyər də, gülər də. Yeri gələndə qəddarda olar, yeri gələndə çox gözəl sahiblənər. Siz sadəcə olaraq tanımadınız. Bəlkə də siz ona layiq olmadınız deyə. O özünü sizə tanıtdırmadı.